söz bazasının azlığı, fikirlərin də kasatlığı deməkdirmi? Mən meyxananı bəyənirəm və qulaq asıram. Dərviş kompozisiyası nəinki xoşuma gəlmədi, hətta pis idi. Yəni belə olmamalı. Məsələn, orada elə sözlər deyir ki, yəni onun belə dərvişanə, irfani olduğunu düşünür. Amma bugünün irfanı o deyil. Dildarların bu dəfəki qonağı İsveçrədə yaşayan Azərbaycanlı yazıçı Vüsal Aydındır. Vüsal bəy, xoş gəlmisiniz. Çox sağ olun, dəvət üçün təşəkkür edirəm. Həmçinin Nemesisin müəllifi İmran Əliyev qonağımızdır. Mənə elə gəlir ki, bugünkü verilişdə mən İmranı da təqdim etməliyəm, çünki iki yazıçının ortasındayam, arasındayam. Niyyət tuta bilərsiniz. Və həmçinin ikinizi də maraqlandıran, ikinizin də müxtəlif fikirləri olacaq bir mövzudan danışmaq istəyirik. Mövzumuz biraz sir qalsın. Mövzuya keçid almazdan əvvəl belə bir fikir var ki, insandan ən son uzaqlaşan şey ana dilidir. Uzun müddətdir İsveçrədəsiz. Ümumiyyətlə neçə 10 ildir İsveçrədəsiz və övladlarınızdan biri də orada doğulub böyüyür, orada yaşayır, oranın tərbiyəsi ilə böyüyür. Və təsadüfi deyil ki, dildən söhbət açacağam dildarlarda. Xaricdə yaşayan ailələr üçün ana dilini övladlarına öyrətmək nə qədər çətindir? Ana dili ən gec uzaqlaşır. Bəlkə də heç uzaqlaşmır məncə. Bu fikirlə razıyam. Bir əhvalat danışım. Bizim bir qohum var idi. Anamın nənəsi idi. O biz tərəflərdə, yəni mən Masaldanam da, biz tərəflərdə Talış kəndləri var. Belə bizim dildə desək Türk kəndləri var. O Talış kəndindən bizim kəndə gəlin gəlmişdim. 16-17 yaşında belə. Və bilmirəm 100 nə bilim neçə yaşında vəfat elədi. Çox yaşadı. Və vəfatından biraz qabaq artıq o qocalıq şizofreniyası vaxtı yaddaşını da hər şeyini itirəndə Azərbaycan dilini unutdu. Başladı Talış dilində danışmağa. Onu bizdə yəni heç kəs kənddə başa düşmürdü. Onu öz kəndindən bir qohumun gətirdilər. Bir ay, 2 ay kimi tərcüməçi kimi ancaq onu tərcümə elədi. Çünki onun ana dili Talış dilidir və o dildə dil açmışdı. Bu baxımdan indi qayıdaq özümüzə. Yəni bəlkə də onu demək istəyirəm ki, heç vaxt uzaqlaşmır. Qaldı xaricdə yaşayan azərbaycanlılar, mən çox təəssüf ki, elə ailələrə rast gəlmişəm ki, onlar ümumiyyətlə Azərbaycana çıxan kimi Azərbaycan dilini unudur. Amma bu təbii ki, onların yəni genlərindən silinmir də, deyək ki, yadından çıxmır dil. Amma onunla mübarizəyə başlayır. İstəyir ki, uşaqları Azərbaycan dili bilməsin, uşaqları türk dilində danışsın, alman dilində danışsın, rus dilində danışsın. Xoşbəxtlikdən biz belə eləməmişik. Biz evdə yoldaşımla həmişə Azərbaycan dilində danışırıq. Və uşaqlar da Azərbaycan dilində dil açıblar. Yəni böyük oğlan, 2 oğlandır. Böyük burada doğulub onsuz da. Yaş yarımlıq olanda getmiş. Artıq başlamışdı qırılamağa. İkinci uşaq orada doğulub və təbii ki, evdə Azərbaycan dilində artıq bir qardaş, 2 valideyn Azərbaycan dilində danışanda Azərbaycan dil açır. Onsuz da bu uşaq, yəni mən buradan xahiş edirəm. Nə məsləhət vermək asandır, məsləhət verməm. Xahiş eləyərdim ki, yəni uşaqlara Azərbaycan dilində danışılsın da evdə. Onsuz da yaşadığın ölkədə o uşaq gedib məktəbdə, bağçada o dili öyrənəcəkdən məcbur. Yəni bizim uşaqlar da getdilər məktəbə, fransız dilini öyrəndilər. Hər iki dildə danışırlar. Nəyə görə bu uşağın bir dili olsun ki? Mən də fransız dilində danışım evdə. Uşaq Azərbaycan dilini bilməsin. Gəlsin burada əmisi uşaqları var, dayısı uşaqları var. Onlarla anlaşa bilməsinlər. Amma xoşbəxtliklə elə deyil biz. Amma burada bir məsələ var. İndi bəzi o seçim eləyən ailələr var ki, hansı ki uşaqlarına fikirləşirlər ki, lazım deyil Azərbaycan dili. Biraz strateji düşündüklərini fikirləşirlər. Məsələn, siz əgər bugünkü gündə sizi nümunə olaraq çəkiriksə, siz Bakıya gəlib Azərbaycana qayıdıb burada heç bir planınız yoxdursa gələcəklə bağlı, belə baxanda orada o dildə yaşayan, yəni düz düşünən insanlar kimi də o dildə danışaraq və öyrəndiyi digər dillərdə orada yaşayır. Buna heç cür mane olmur da, yox. Azərbaycanla bağlı fikirləşirik ki, məsələn, biz heç vaxt qayıtmayacağıq da vətənə. Məsələn, bir yolluq getdik, vətəndaşlıq aldıq və bəzən hətta qeyri-mümkün olur qayıtmaq. Məsələn, siyasi səbəblərdən gedəndə qaçqın kimi qayıtmaq olmur onsuz da. Deyirsən ki, heç vaxt qayıtmayacağıq. O zaman belə yenə deyirəm, niyə uşaq 2 dil bilməsin? Niyə uşaq bir dil bilsin ki? Niyə təkcə getdiyi ölkənin dilini niyə bilsin? Bir də Azərbaycan dilini bilsin. Azərbaycan kinolarına da baxa bilsin, Azərbaycan ədəbiyyatını da oxuya bilsin, Azərbaycanlılarla rastlaşanda da ünsiyyət qura bilsin xarici ölkədə. Yəni nəyə görə? Mən bunu təsəvvür eləmirəm ki, uşaq böyüyür, 30 yaşı olur. Orada bir başqa Azərbaycanlı ilə rastlaşır.
Və deyir ki, mən Azərbaycanlıyam, amma Azərbaycanca danışa bilmir. Fikirləşirlər ki, rus dili, ingilis dili və digər dillər dünyaya çıxışda, amma Azərbaycan dilinin belə böyük imkanları yoxdur. Yalnız Azərbaycan coğrafiyasında bu dil bizə lazım olacaq. Bu baxımdan adını nə qoyum bilmirəm. Elə söhbətimiz də əslində bundan olacaq. Söz bazasının azlığı, fikirlərin də kəsadlığı deməkdirmi? Bu kiçik bir anons idi mövzuya. Sualım hər ikinizədir. Necə fikirləşirsiniz? Söz ehtiyatı kəsaddır ifadəsi doğrudan da fikirlərin, düşüncələrin buranın da kəsad olmağı deməkdir. Burada ikinci bir sual yaranır. Söz ehtiyatı, söz bilmək ya da dil biliyi insanın fikirlərini formalaşdırır, yoxsa insan fikirləri formalaşdıqca o fikirləri ifadə etmək üçün yeni sözlər axtarır ya da axtarmalıdır. Ona görə də mən fikirləşirəm ki, bu kəsad olmaq məsələsi insana hardasa bir yerdə təsir eləyir. Yəni söz ehtiyatının az olmağı hardasa bir yerdə fikirləri qarşı tərəfə çatdırmaqda sənə mane olur. Və sən qarşı tərəfə fikirlərini çatdıra bilmədikcə o fikirləri artıq şablon olsa da düşünməməyə başlayırsan və düşünməməyə başladıqca o təfəkkür də azalır, yığışır balaca bir yerə. Mən fikirləşirəm ki, ona görə bir-biri ilə olduqca əlaqəlidir. İnsanın özünü ifadə eləyə bilməsi onun həqiqətən artıq formalaşan fikirlərinə də təsir eləyir. Yəni mən belə fikirləşirəm. Səhv eləmirəmsə Karl Marxın fikridir ki, İnsan alət istifadə etməyə başlayır. Alət insanın şuurunu formalaşdırır. Şuuru formalaşdırdığı daha qəliz alətlər yaradır və daha qəliz alətlər daha çox şuurunu formalaşdırır. Bu bir-birinə təsir edir. Məsələn, 50 il bundan qabaq biz hansısa bir adama internet, kompüter, sosial media, hətta süni intellekt barədə danışa bilməzdik. Onu qavraya bilməzdik. O barədə sözləri yox idi. Amma bu alət indi var bizdə və bu barədə sözlərimiz yaranır, təfəkkürümüz formalaşır və o təfəkkür o alətlərlə birləşib yeni alət yaradır. Yəni yeni üfüqlər açır da bizə. Qaldı ümumiyyətlə söz bazası, məsələn, bir fikrə necə təsir edir məncə? Məsələn, bəzən çox olur bunu görür ki, deyir ki, bilmirəm necə ifadə edim. Bu sözü çox işlədir. Adını bilmirəm. Adını bilmirəm. O nə deyirlər ona? Yəni söz var, amma onu rəvan ifadə eləyə bilmir. Yəni fikir var arxada, daha doğrusu söz yoxdur. Onda deyə bilmərik də ki, söz ehtiyatı kəsad olan insan bəsitdir və yaxud fikirləri də kəsaddır. Yox, məsələn, bir insanın fikrinin nə dərəcədə qəliz, kəsad və ya bəsit olmağı təkcə sözdən asılı deyil də. Ola bilsin ki, məsələn, başqa bir dildə nə isə öyrənib oxuyub, ola bilsin həyat təcrübəsi var, bu ünsiyyətdə çox olmayıb, amma dağda, daşda olub həmişə. Nələrsə öyrənib, amma onu gəlib bu gün misal üçün deyirəm, şəhər mühitində ifadə eləyə bilmir. Onun adını bilmir, həmin gördüyü şeylərin. Amma ifadə eləməyə çalışır, söz tapılmır. Bu halda siz dediyiniz kimi, yəni fikir var, təfəkkür var arxada, amma onu axıcı formada ifadə eləmək üçün sözü yoxdur. Bir də doğrudan da bir kitabdan hər kəs başqa bir şey götürür. Məsələn, sizin Doktor Səid kitabınızdan mən manipulyasiyanı öyrənə bilərəm, İmran insan psixologiyasını və yaxud da ki, tamam əks məsələlər, istiqamətlər. Bəli. Yoxsa dümdüz eyni şey bir kitabın məqsədi eyni olmalıdır, hamıya eyni şey öyrətməlidir. Kitabın məqsədi eyni olmalıdır müəllif üçün. Oxucular üçün yox təbii ki. Oxucular nə qədər oxucu varsa, o qədər də məna var kitabda. Yəni məna varsa, çünki məna dediyimiz şey ümumiyyətlə bizim yüklədiyimiz şeydir, bizdən asılıdır. Məna bu barədə çox danışa bilərik. Özü-özlüyündə var olan bir şey deyil. O bizim yüklədiyimizdir. Bizim qavradığımızdır məna. Bu baxımdan müəllif üçün bir mənası var onun. Oxucular üçün başqa-başqa mənası ola bilər. Ümumiyyətlə insanlar nəsə olmayan mənaları axtarmağı ya da yaratmağı sevirlər. Bayaq bir söhbət gedirdi arxada. Kitabın müəllifi xatırlamıram, ona görə yəni səhv məlumat olmasın deyə. Mən hansısa bir kitabdır və kitabın sonunda baş qəhrəman bir qapıdan keçir. Bu qapı da qırmızı rəngdir. Amma bu qapı kitabın daha əvvəlki hissələrində heç vaxt təsvir olunmayıb. Və bu insanlar arasında bir neçə müxtəlif fikir formalaşdırıb bu qırmızı rəngi metaforik fərqli mənalarla əslində buymuş, fərqli fikirlər, hətta mübahisələr yaranıb. Axırda bu söhbət gedib çıxıb kitabın müəllifindən. Yəni bu söhbətin həqiqi olmağa ehtiyacı yoxdur da, həqiqi olmağa. Nəyi demək istəyirəm? Və müəllif deyib ki,
Fikirləşdim ki, qapı bir rəng seçməliyəm, qırmızı. Qırmızı. Yəni burada nəsə çatdırmaq istəyi yoxdur bəlkə də. Və mən ümumiyyətlə yazmaqla bağlı bunu deyə bilərəm ki, insan yazıcı, müəllif hər dəfə nəyisə çatdırmağa çalışmır. Mən belə fikirləşirəm. Sadəcə öz hisslərini bir şəkildə ifadə eləmək istəyir, öz gördüklərini, öz düşündüklərini yəni yaşatmaq istəyir də bir növ. Yəni sən mütləq bundan bunu başa düşürsən. Məsələn, məndən həmişə tez-tez soruşurlar ki, burada sən nə demək istəmirsən? Deyirəm ki, Nə başa düşdünsə onu. mən heç nə demək istəməmişəm. Yəni mən sənə əgər burada nə demək istədiyimi desəm, bunun heç bir mənası qalmayacaq. Bir dənə söz var ya, deyir, əsər danışmağa başlayanda müəllif susmalıdır. Yəni artıq heç bir şey deməyə ehtiyac yoxdur. Çox tez-tez qarşılaşdığım bir problem budur ki, insanlar deyir ki, ədəbiyyat, incəsənət, sənət ümumiyyətlə heç bir məna ifadə eləmir. İnsanlıq üçün heç bir şey deyil də. Yəni hər hansısa bir fizik, hər hansısa bir kimyaçı insanlıq tarixində bəşəriyyətə istənilən səviyyədə yazıçıdan, musiqiçidən, rəssamdan, kim olsun sənətçidən daha çox töhfə verir. Bu belə deyim də mənim yaralı yerimdir. Bu mövzu ilə bağlı həqiqətən saatlarla uzanan mübahisələr, müzakirələr eləmişəm, amma sırf yazıçı olduğunuza görə yox. Mən məsələn sizinlə arxada söhbət edəndən sonra bu sual beynimdə daha rahat formalaşdı da. Yəni dedim ki, hə bu sualı bu insana vermək olar belə deyim. Yəni siz bu sualla bağlı nə düşünürsünüz ümumiyyətlə ədəbiyyatın insanlıq tarixindəki rolu? Danışığımızın, nitqimizin şifahi və ya yazılı fərqi yoxdur. Bəli. Bu ümumiyyətlə elə məsələ də budur ki, biz kitabdan danışanda sadəcə nitqi formalaşdıracağını, dil bazamızı, söz bazamızı çoxaltacağını deyir. Hətta bəlamız budur ki, yazıçılar belə deyir ki, kitab oxuyan insanın dil bazası çox olur. Tək argumenti budur. Yəni məni ona görə oxumalısın. Çünki dil bazan çoxalsın deyə. Halbuki bu ən axırıncı, yəni yan təsiridir. Kitab oxumağın yan təsiridir söz bazasını çoxalmaq. Onun üçün oxumuruq. İndi niyə kitab oxuruq? Niyə sənət var? Yəni danışaq sənətdən. Təkcə kitab deyil. Yəni mənə görə kitab, daha doğrusu, yəni ədəbiyyat sənətlərin ən qədimidir. Bunu da niyəsin deyəcəm. Və bütün sənətlər ədəbiyyatlaşmağa çalışır. Başqa bir sənətçi var, deyir ki, bütün sənətlər rəsmləşməyə çalışır. Mən razılaşmıram ona. Rəsm belə ədəbiyyatlaşmağa çalışır. Bir hekayə ötürməyə çalışır. Bir şey danışmaq istəyir. Bütün sənətlər belədir. Yəni məsələn, musiqidə belədir, hekayəsi, bəli, bu 100%. İndi niyə belədir? Biraz keçmişə qayıdaq da, yəni insanlıq tarixinə. Məsələn, mən təxmin edirəm, deyək ki, təsəvvür eləyək ki, insanlar yavaş-yavaş danışmağa başlayıblar. Sözlər əmələ gəlib, danışırlar, bir-birini anlayırlar. Artıq elat var, nə bilim, ov var, bilirik. Yəni yem var. Qısa-qısa sözlər də, bunlar qədim sözlər daha qısadır. Od, yem, at, tut və s. Bunlar qısa sözlər daha qədimdir. Bunlar artıq formalaşır. Və biz gedirik, mağarada yaşayırıq, deyək ki, gedirik, gündüzlər ovluyuruq, axşamlar da gəlirik, onu qəbiləmizlə paylaşırıq. Burada nə olacaq, nə olmalıdır? Ovlaya bilənlər seçiləcək, yəni güclü, döyüşən, cəsur, gedirlər, ovluyurlar. Daha çox qadınlar, uşaqlara baxacaq, yaşlılar, qocalar, yəni ki 28-30 yaşı olanlar, o mənada qocalar. O vaxtki qocalar. Bəli. Məsələn, Dədə Qorqudun mən təxmin edirəm ki 27-28 yaşı olub yəqin ki. Məsələn, çox güman ki belə bir şey olub. 35 olmayıb böyük ehtimalla. Belə qocalar, yəni dünya görmüş. Çünki gedib döyüşənlər 15-16 yaşlılar da, yəni ovlayanlar kim qaçıb yorulmaz. Yəni düşər deyək ki, mamutun, mən nə bilim, keçinin, dağ keçisinin problemlərdən, fəlakətlərdən 30 yaşa çatana artıq ülvi bir insan kimi. Bəli, yəni o dağ keçisinin dalınca kim qaçıb yorulmaz? 16-17 yaş olan adam, yəni 30 yaşlı adam 50 metrə qaçar. Məsələn, belə deyək, qayıdırlar mağaraya, orada alov var, ocaq var, yəni od var. Odun ətrafında toplaşırlar və odun ətrafında toplaşana odaq deyilir. İndi də otaq kimi istifadə edilir o sözü. Yəni odağımız var da orada, odun ətrafında toplaşmışıq və axşam düşür. Biz od olduğuna görə vəhşi heyvanlar yaxınlaşmır, amma hələ bizim yuxumuz gəlmir. Gecədir, noyabr ayıdır, axşam saat 6-dan hava qaralır. Nə olacaq biraz sonra? Yemişik, oturmuşuq sakit. Dalaşacağıq. Yox, biz axı dalaşmışıq bütün günü. Qanımız qaynayır. Başlayacaq dalaşmağa, bir nəsə eləyəcəyik. Orada həmin o Dədə Qorqud, yəni o 28-29 yaşı olan o ahıl qoca
Deyir ki, bir dəqiqə dayan, bir gün başlayır belə, bir gün sizin kimi cavanlar, 16-17 yaş olanlar gedirdilər ova. Bu başlayır, axı vaxtilə o ovlayıb da, indi də gücü çatmır. Başlayır o öz ovladığı təcrübələrdən, dağa dırmaşmağından, dost tanışının necə yıxılıb ölməyindən və s. əhvalatlar uydurur. Və o danışdıqca qıraqdaşlara bir strategiya ötürür əslində. Qıraqdaşlar səhərsi gün gedir, məsələn, ovlayanda deyirlər, Dədə Qorqud dünən, məsələn, Dədə Qorqud deyəndə, Dədə Qorqud dünənləri dedi, məsələn, biz 5 nəfər idik, hamımız bir tərəfdən getdik, məsələn, deyək ki, şir 4 nəfərin yedi, mən qurtuldum, qaçdım, canımı xilas elədim. Amma ondan sonra bir dəfə gedəndə hərəmiz bir tərəfdən getdik. Heyvan bizi arxadan yaxınlaşdığımıza görə görmədi. Biz ovlaya bildik, məsələn deyirəm də. Bu hekayə ona bir strategiya aşılayır oradakılara və onlar səhərsi gün həmin hekayə ilə daha yaxşı ovlamağa çalışırlar. Yəni o strategiya onların daha yaxşı ovlamağı nədir? Elmdir, bugünkü elm. O Dədə Qorqudun danışdığı isə sənətdir. Və bir günlərin bir günü biri yaşdaşır, oturublar yenə mağarada. Artıq gedə bilmir. Bunun hekayə danışmağa da halı yoxdur. Bəlkə də laldır. Yəni bəlkə də uydura bilmir. Nə edəcək? Görür ki, cəmaət oynayır, odun qırağında atlanıb düşürlər illər, bilmir nağara, götürür daşı başlayır Qobustan qayalarına indiki məsələn təsvirləri cızır. Kimsə ona rəssamlıq edir. Belə-belə sənət formalaşır. Yəni əslində bunlar hamısı bir fəlakəti önləmək üçün, darıxmamaq üçün, darıxmaqdan ölməmək üçün, yəni uydurulmuş şeylər olur, sənət. Və indi də bu gün də biz əslində, yəni bütün müəlliflər fikir versə, darıxarkən yaxşı yazmağa, yaxşı sənət uydurmağa başlayır. Heç kəs yaxşı ləzzətli bir kinoya baxa-baxa yaxşı rəsm çəkə bilmir və ya şey eləyə bilmir. O vaxt yaxşı əsər formalaşır ki, o sənətkar darıxmaqdan ölür, bilmir nə etsin artıq. Bəli, bilmir nə etsin. Götürür başlayır, yəni ya yazı yazır, yazı bacarsa yazı yazır, şəkil bacarsa şəkil çəkir, bəstəkarsa musiqi bəstələyir. Yəni bütün bunlar əslində lap biraz da işin fəlsəfəsinə getsək, yəni biz ki bilirik mütləq ölüm var, öləcəyik və bunun necə qarşısını almaq olar? Nəsil artırmaqla, yəni bu təbiətin tapdığı yoldur, ölümün əleyhinə nəsil artırırıq, genlərimizi ötürürük və yaxud mənəvi dünyamızın da ölümsüzləşdirilməsi üçün, yəni bioloji dünyamızı nəsil artıraraq çoxaldırıq, mənəvi dünyamızı da gələcəyə, bəli, o bioloji ölümün qarşısını alır, mənəvi ölümün də qarşısını sənətlə alırıq. Yəni, biz də sənətlə mənəvi dünyamızı gələcək nəsillərə ötürürük. Bu baxımdan heç də hər hansı bir elmdən, yəni aşağı səviyyədə qiymətsiz, dəyərsiz deyil, əksinə, yəni ilkin versiyada elmi yaradan şey sənətdir. Yəni elmi ərsəyə gətirən şey, elmin lazım olduğunu göstərən şey sənət olub və bəlkə də sənəti dərinləşdirmək üçün insanlar elmdən istifadə edib. Yəni bayaq dediyimiz kimi biri daşı tapıb cızmaq üçün, bir o daşı görüblər yaxşı cızır, nə bilim ondan ət də kəsiblər. Məsələn deyirəm də. Məsələn deyirəm, indi bilmək olmaz necə olub. İndi sənət tarixçiləri var, daha yaxşısını bilərlər. Amma mənim təsəvvürümdə bu belədir. Hər şey bir hekayədən başlayır. Yəni. Biz dedik ki, əgər madam ki deyiriksə, insanı yaşadan elmdir, elmi yaşadan sənət, onda dili necə yaşadır sənət? Və yaxud da ki, sualı bəlkə belə verməliyəm. Deyirlər ki, dilçilərlə yanaşı yazıçılar da Azərbaycan dili ümumiyyətlə də spesifikləşdirməyim, ana dili üçün, dil üçün nəsə eləməlidir. Məcbursuz, yazıçılar məcburdur dili qorumalı. Dilçilərlə yanaşı məsələsinə belə dildən danışırsa, çünki dilçilər bu barədə mən inanmıram, çox güclü iş görür Azərbaycanda. Mən görmürəm yəni ən azı. Mən görmürəm o baxımdan yox ki, deyirlər ki, sən izləmirsən bəlkə. Yəni o barədə bir kitabımız ola, bir orfoqrafiya lüğətimiz ola ki, dərin. Məsələn, orfoqrafiya lüğətimizdə bizim məndə 2018-in orfoqrafiya lüğəti var. Orada söhbətgah sözü yoxdur. Orada bosağa sözü yoxdur məsələn. Halbuki bu sözlər dildə var da. Bosağa məsələn pəncərə altlığıdır. Astana da gedir. Məsələn bu sözlər yoxdur. O qədər belə söz var ki, onlar yoxdur. Məsələn mən Azlex istifadə edirik. Yəni mən demirəm, pis demirəm. İstifadə edirik. Azlex əla proqramdır. Hamıya da tövsiyə edirəm istifadə. Yükləyin telefonunuza, işlədin. Yəni yaxşıdır. Amma Azlexin istinad elədiyi lüğətlər pis tərtib olunub deyənə. Azlexdən reklam qəbul edə bilərik. 100%. Qul müəllimində səhv eləmirəmsə, Altın kitab Qulu tərəfindən. Hə. Azlexin istinad elədiyi kitablar
keyfiyyətsizdir, yaxşı deyil deyənə az leks çoxlu səhvlər eləyir. Məsələn də deyək ki, o kitab Azərbaycan dilinin orf izahlı lüğətində yaxşı sözünün izahını rus dilində veriblər. Və o Bəşir Əhmədov izahıdır. Məsələn, bilmirəm o kim olub Bəşir Əhmədov, artıq vəfat edib. O qədər orada belə qəribə izahlar var. Deyir ki, yaxşı sözü yaq feilindən əmələ gəlir. Nədir? Yaq feili var Azərbaycanda. Yaqmaqdırmı? Yəni hansı feildir bu? Məsələn, yaq feilin. Yaq birinci sözlüyündə feil ola bilməz, amma maqı da olmalıdır. Yəni bilək ki, bu necə işlənir. Sonra da onun da padxadyaş nə mən rus dilini yaxşı bilmirəm. Padxadyaş uyğun. Hə, yəni deyir ki, o söz tərcüməsi odur. Yəni Azərbaycan dili izahlı lüğətində sözün rus dilində verir tərcüməsini. Baxın, yəni yoxlasınlar. Gizlənpaç sözü eyni həmin kimidir. Tərcüməsi rus dilində veriblər. İzahını rus dilində. Təsəvvür edin ki, mən Azərbaycan ana dilimdə bir sözün izahlı lüğətini əvvəl gedib rus dilini öyrənməliyəm. Rus dilini bilməliyəm ki, öz ana dilimin izahlı lüğətini başa düşəm. Bu nə deməkdir? Yəni dilçilərimiz, sözü çox uzatmıram, dilçilərimiz dilimizlə o qədər belə dırnaqarası məşğul olur ki, iş yazıçıların üstünə düşür. Yəni bayaq da danışıldı. Məmməd Arazın şeiri var. Deyir: "Səndən ötən mənə dəydi, məndən ötən sənə dəydi. Səndən məndən ötən zərbə vətən, vətən sənə dəydi." Yəni biz burada bizdən də ötsə, yəni bu yazıçılardan da ötsə gedib vətənə dəyir. Yəni ana dilinə dəyir. Ana dili korlanır ki, bunun fəsadlarını görürük. Bu yazıçıların işi deyil. Əslində mən çox arzulayardım ki, məsələn, Kamal Abdullah kimi filoloq, akademik öz kitabında məsələn 20 səhifəyə 70 qrammatik səhv eləməsin. Mən o əksinə baxım Kamal Abdullahın kitabına, bilim ki, görəsən bu söz necə yazılırmış, görəsən bu sözün istifadəsi, ən düzgün istifadəsi necədir və s. da. Amma mən məsələn oxuyuram, görürəm ki, yəni orada xaosdur. Məcbur oluram Azərbaycan dilinə məşğul olmağa çalışıram. Məcbur oluram öz kitabımda, yəni mən ixtisasca filoloq deyiləm ki, amma mən məcbur oluram Azərbaycan dilinin köklərini öyrənməyə çalışıram, etimologiyasını öyrənməyə çalışıram, digər dillərlə əlaqələndirirəm. Lazım olur təzə sözlər uydururam ki, o boşluqları düzəldim. Yəni bu məcburiyyətdən yaranır. Yol veriləndir ümumiyyətlə yazıçıların yeni sözləri uydurub. Yəni öz kitabınız da əslində. Mən hüququnuz var yazmağa, amma onu başa düşmək, ötürmək, oxumaq. Bizim indi istifadə etdiyimiz sözlərin içində tutaq ki, 70-ci illərdə kitab fəaliyyət göstərən yazıçıların özündən uydurduğu sözlər var. Yəni hər dəfə eyni misal vereyim. Məsələn, çimərlik. Bu çimmək sözündən gəldiyinə görə qınaq obyektinə çevrilib auditoriya tərəfindən, amma indi biz bunu çox rahatlıqla istifadə edirik. Məncə belə sözlərin yaranması normaldır. Bizim ya da bizim deməyim, belə böyük çıxması, yazıçıların belə bir məsuliyyəti olmasa belə bu həmişə olub, məncə də olacaq. Amma bir məsələ var ki, orada sizə ümumilikdə qatılsam da o məsələdə qatılmıram. Məsələn, yazıçıların ümumiyyətlə məncə söz ehtiyatı, danışıq qabiliyyəti, bunlar hamısı bir qırağa. Qrammatika bilgisinin o dərəcədə də önəmli olduğunu düşünmürəm. Məsələn, mən şəxsən yəni insan ən yaxşı özünü tanıyır da, yəni özündən bir misal verə bilərəm özümdən. Mən yazanda heç vaxt hansısa hərfi, hansısa duyğu işarəsini səhv yazıb düz yazdığıma fikir vermirəm. Hərdən olur ki, o qədər bəsit səhvlər eləyirəm yazanda. Çünki əsasən də öz, yəni bədii yaradıcılığımdan gedir. İş fəaliyyətini bir kənara qoysaq, bir də baxıram ki, özümdə bunu rahatlıqla tuta bilərəm orada. Kənardan oxuyan adi bir oxucu, yəni heç filoloq olmasa belə, qrammatikanı mükəmməl bilməsə də bu səhvi tuta bilər. Mən fikirləşirəm ki, həmişə bu fikirdə olsa insan əksinə rahat fəaliyyət göstərə bilməz, rahat yaza bilməz. Amma mən burada vergül qoymadım. Əslində hansısa qanuna görə burada vergül olmadı. Bütün fikir qaçdı, artıq heç bir mənası yoxdur. Buna görə də mən hətta korrektorlara deyirdim ki, vergüllərə fikir vermə. Bariz şəkildə məna qaçmırsa vergül düzəltmək istəmirəm. Yəni mənim ona bir problemim yoxdur da oyla. Hə, demirəm də belə deyək də ağzımıza gələn yazan necə gəldi, hə, elə də yox təbii ki. Amma bunun məsuliyyət olaraq məncə heç bir yazıcı üstünə götürmür və götürməməlidir. Necə ola bilər? Bu insan filoloq ola bilər, ixtisasca, onsuz da mükəmməl bilə bilər və artıq onun üçün onsuz da bu qaydalara riayət etmək asan da olmuş ola bilər. Yenə deyirəm, demirəm biz bilmirik, heç bir qaydadan xəbərimiz yoxdur. Amma mən bunun sırf məsuliyyət olduğunu da düşünmürəm. Çünki məsələn, Doktor Səid kitabını oxuyub insan Azərbaycan dilini öyrənəcəksə,
Bu onun əksikliyidir məncə. Bəli. Yəni insan kitabdan dil öyrənməyə ancaq necə ola bilər? Siz dediyiniz kimi köçərəm Fransaya, fransız dilimi inkişaf elətdirdikcə kitab oxuyub onu daha mükəmməlləşdirə bilərəm. Amma ana dilini mən inanmıram ki, sırf qrammatik cəhətdən insan kitabdan öyrənməlidir. Biraz da elə bil mütaliə yanlış təqdim olunur. Oxu ki, söz Dediyiniz ehtiyatı. kimi. Bəli, bəli, artsın. bəli. Yan Oxu ki, o yan təsiri təsir, ilk yəni məqsəd Məqsəd kimi, kimi, hədəf bəli. kimi irəli sürürlər. Və insan fikirləşir ki, hə, bu ola bilər. Məsələn, mən bunu çox insandan eşitmişəm və özüm də eləmişəm bəlli bir dövrdə. Yüksək səslə evdə kitab oxumuşam. Nitqim biraz daha yaxşı olsun. Amma bu sırf nitqi yaxşılaşdırmaq üçün nə qədər yaxşılaşıb onu deyə bilmərəm. Amma bu yəni kitabın ələlxüsus bədii kitabların insana bir dili öyrətmək kimi bir funksiyası məncə yoxdur. Bayaq bir ad çəkdik ki, kəmiyyət hansısa bir yazıçı var, onun kəmiyyəti çoxdur, keyfiyyəti azdır, nəsə ad çəkməyindir. Çəkə də bilərik də, yəni. Mən Sərbəstsiz yəni, həmkarınızdır, özünüz Mən bilərsiniz. şəxsən nə tanıyıram, nə bir şey, amma həqiqətən yazıları oxuyanda insan başa düşür ki, burada heç bir ədəbi dəyər yoxdur. Bu insan yazır, amma artıq o qədər rayına düşüb ki, hər şey. Yəni sən bunun A-sını, B-sini, C-sini bilirsən, artıq sənin üçün önəmi yoxdur da. C, B, A da yaza bilərsən. Düsturun var da sənin. Nə istəyirsən deyirsən və bu alınır, bu tutur. Burada mənim belə bir sualım yaranır ki, əslində belə bir şey varmı? Həqiqi sənət və saxta sənət. Bu var, yoxsa insanların seçimləri həqiqətən də heç kəsin necə deyim, sorğulamamalı olduğu bir şey. Məsələn, bizdə İrfan ədəbiyyatı bəzi son vaxtlarda dəb olub. İrfan şairi, məsələn, qəzəl yazanlar var. Amma qəzəli demirəm. Məsələn, Ekspertin Dərviş, səmistə Dərviş idi. Ekspertdən kim oxudum? Pünhanəzm. Dərviş kompozisiyası oldu. Mən Pünhanəzmə də çox böyük hörmətim var, bəyənirəm. Ümumiyyətlə mən meyxananı bəyənirəm və qulaq asıram. Və ekspertə də, yəni Azrepdən də xəbərdaram. Çox bəyənirəm bu ikisi. Amma onların məhz Dərviş kompozisiyası nəinki xoşuma gəlmədi, hətta pis idi. Yəni belə olmamalıdır. Bunu çox bəyəndilər. Murad Arif paylaşdı. Həm əladır, dəhşət, inqilabi. Amma elə deyil. Məsələyə məhz bax həmin banan perspektivindən baxmaq lazımdır. İndi hansı dünyadır? Məsələn, orada elə sözlər deyir ki, yəni onun belə dərvişanə, irfani olduğunu düşünür. Amma bugünün irfanı o deyil. Bugün biz o dildə danışmırıq. Biz irfan ədəbiyyatı yaradanda Füzulinin məhəllədə, küçədə danışdığı dildə yazmamalıyıq onu. Bugünün Azərbaycan dilində yazmalıyıq. Yəni Füzuli əgər yazıbsa giriban oldu, rüsvalıq əli ilə çak, damən həm, məsələn. O çünki yaxaya giriban deyirdi. Yəni düzdürmü? Yəni paçaya damən deyirdi. O yaxa paça sözü bilmirdi və yaxud bilirsə də o gün əldə işlən o ilə yazsaydı onu başa düşməyəcəkdilər. Fikrimi izah edə bilirəm də. Bu və yaxud Nəsimidən də bir yəni o bunu yaratmaq üçün xüsusi bir əziyyətə vurmurdu da özünü. Danışdığı dildən istifadə edir. Anlasınlar deyə, onun oxucuları anlasın deyə. Məsələn, Nəsimi deyirdi ki, həqqə münkirdir fəqih, inanma ol şeytana kim, yoxdur ol cin xilqətin zatında iqrar istəmə. Bu o vaxtın, yəni Nəsimi bunu belə yazıb ki, anlasınlar, anlamasaydılar, bugünə gəlib çatmayacaqdı. O onun oxucuları anlasın deyə elə yazıb. Və bu gün biz durub yəni yaxşı mənalı, irfani bir əsər ortaya qoyanda durub Nəsiminin dilində yazırıq. Yəni o 15-ci, 14-cü əsrə gedirik. Halbuki xətadır bu, səhvdir. Biz həmin dediyim kimi sənət və yaxud irfan təkcə ərəb-fars sözlərindən bəzənmək deyil ki, mahiyyətdə olmalıdır da. O formada olmamalıdır. Yəni dildən istifadə edəndə də bugünün dünyasını nəzərə almaq lazımdır. Bugünün yəni sənətini nəzərə almaq lazımdır və o banan da bugünün sənətini ifadə edir. Bugünün dünyasını ifadə edir. Yəni əgər bugün kimsə durub güya ki, yoxdurmu? Leonardo da Vinci kimi çəkə bilən bir qadını yoxdurmu? Yəni onunla da yaxşılarını çəkərlər. Yəni söhbət reallıqdan gedirsə. O məsələn hiperrealizm var. O qədər dəqiq çəkir ki, heç yəni fotoaparatla bəlkə o qədər dəqiq çəkə bilməz. O qədər dəqiq bütün detalları bəli çox dəqiq çəkilir. Amma o da bir sənət növüdür. Yəni nə qədər eyni şeyi dəqiq çəkmək olar ki, nə qədər dağın şəklini çəkmək olar ki, əla çəkdim. Fikrimi izah edə bilmirəm. Dövr dəyişdikcə, elm dəyişdikcə,
alətlərimiz Amma mən dəyişdikcə, qatılmıram. dünyamız dəyişdikcə sənət də öz rəngini dəyişməlidir ki, dəyişir. Qatılmırsınız. Bu bizim verilişimizə yalnız maraqlı eləyə bilər. Bəli, bəli. Yəni bu gün məsələn Əgər əks bax, mövqelər varsa. baxın bu gün məsələn Niyə vaxt vardı. qatılmadığımı da İlyas Əfəndiyevin əsərləri böyük sənət əsəri sayılırdı. Bu gün məsələn siz oxuyursunuz İlyas Əfəndiyevi, bəyənirsiniz. Və yaxud bu gün kimsə İlyas Əfəndiyev kimi yazsa bu yaxşı mı olar? Yəni o tamaşaya qoyarlar onu. Yox, məncə. Yox, düzdürmü? Yəni çünki bugünün əsəri Nemesis kimi olmalıdır. Nemesis də Bəli. düzdürmü? O fərqli olmalı və yaxud sizin maq verilişi aparırsınız da. 30 il bundan qabaq AzTV-də gedən veriliş tərzində siz veriliş apara bilməzsiniz ki, belə qalstukda sakit əziz tamaşaçılar. Bugünkü qonağımız belə Amma danışamaz sizdən ki. onu tələb et. Yox, belə bir televizyon. Hə, əksinə deyirlər rahat ol, nə bilim belə rahat paltarda, düzdürmü? Rahat danış. Bugünkü Bəli, gəncliyin bugünkü gənclərə müraciət edir. Belə də olmalıdır da və sənət bunu əks elətdirməyəcək, bəs nəyə əks elətdirəcək? Yəni onda da biz nə qədər eyni şey, nə qədər xəmsə yazmaq olar? Hökmən o qəlibə girmək bizi Mən belə bənzətməz də düşünmürəm. ona. Nəyi belə düşünmürəm, onu ifadə etməyə çalışım. Bilirəm ki, bu fikri beynimdə dolanan bu fikri ifadə eləmək ya da hiss ediləm elə də asan deyil, amma bu bizim o söz ehtiyatı məsələmiz deyil. Niyə görə çətindir? Çünki bəzən eyni hissləri paylaşmayanda o fikri, o hissi nə qədər gözəl ifadə edirsən elə qarşı tərəfə çatdırmaq olmur. Amma mən hazırda bilmirəm ki, eyni fikri paylaşırıq yoxsa paylaşmırıq. Yox, əgər iki yazıcı hər ikisi eyni fikri paylaşırsa, birinə ehtiyac yoxdur. Yəni bu yaxşıdır ki, razılaşmırıq. Mən fikirləşirəm ki, ümumiyyətlə həqiqətən sənət anlayışı hisslərlə bağlı olan bir şeydir. Bunun nə günümüzün dinamikasına, nə hansısa bir cərəyanın tələbinə uyğunlaşdırmaq və yaxud uyğun şəkildə davam elətdirmək həqiqi sənətdən insanı uzaqlaşdırır. Mən belə fikirləşirəm. İstər ədəbiyyat, istər musiqi, istər heykəltaraşlıq, rəsm, rəssamlıq hamısı bir qaynaqdan gəlir mənim fikrimcə və bu qaynaqdan olan insanlar da, bu qaynaqdan olan əsərlər də bir-birini tanıyır, bir-birini tamamlayır. Mən belə fikirləşirəm. Mənim indi öz yazdığımla heç bir əlaqəsi olmadan, yəni mənim indi yazacağım hər hansısa bir kitab bu dövrün dilindədir. Ona görə ki, mən bu dildə danışıram. Müasirləşmə onsuz da gedir. Mən bu texnologiyanı görürəm, 500 il əvvəl o texnologiyanı görməyiblər. Amma bu yenə də hansısa bir bananın təqdim olunmasına, hansısa 3 xəttin böyük bir rəsm əsəri kimi təqdim olunmasına gətirib çıxarmır. Çıxarmamalıdır. Məsələn, siz deyirsiniz ki, mən belə fikirləşirəm ki, sizinlə eyni Leonardo da Vinci'dən əl qabiliyyəti olaraq daha istedadlı rəssamlar var. Olacaq da. Sizin dediyiniz o ultra reallıq məsələsində ki, elə məsələn tül çəkirlər, hansısa bir heykəl yaradırlar ya da o heykəlin üstündə bir tül var və bu tülü az qala insan götürmək istəyir. Halbuki bu betondur da, yəni bu şeydir, sərt bir materialdır. Amma məsələ məncə heç vaxt əl qabiliyyəti, o texnika olmayıb. Məncə məsələ həmişə hisslər olub. Bu sənətçiləri bir-birinə bağlayan da hisslər olub. Məsələn, belə deyim də, bir çox insan bu hekayəni filmdən bilir, Amadeus filmindən. Məsələn, Salieri Mozart'ı görəndə kim olduğunu bilirdi. Yəni, bu onun üçün o demək deyildi ki, Mozart günümüzün tələblərinə uyur. Çox mükəmməl musiqi texnikası var. Saray bəstəkarlarının bir çoxu texniki olaraq Mozart'dan daha yaxşı ola bilərdi. Amma Salieri onu görəndə artıq bilirdi ki, bu insan kimdir. Bu insan nələr yarada bilər və bu insan nələr yaradır. Yəni, hətta orada bunu demək istəyirəm ki, məsələ heç vaxt müasirlik olmayıb məncə sənətdə və hətta robotlar dünyasında da yaşasaq, həmin süni intellektlər dünyanı işğal eləsə, məncə sənətin var olmaq mövhumu ruhdur, hisslərdir. Şübhəsiz. Bizim ayrıldığımız yer, fikir ayrılığı yaradan şey sizinlə uyğunlaşmaq sözünün necə uyğunlaşma sözünə verdiyimiz mənadır. Bayaq dedik, biz məna veririk. Biz ayrı-ayrı mənaları veririk uyğunlaşmağa sizinlə mən. Çünki siz deyirsiniz uyğunlaşmaq, biraz mən onu ayaqlaşmaq kimi başa düşürəm. Mən demirəm ayaqlaşmalıdır. Yəni, bugünün müəllifi, istər sənət müəllifinə gedir söhbət, yazıcı, bəstəkar fərqi yox.
bugünün gəncləri və ya bugünün dünyası ilə ayaqlaşmalıdır demirəm. Bugünün dünyasının sənətini bizə ötürməlidir. Bugünün sənətini əks etdirməlidir. Daha doğrusu bugünün sənəti bugünün dünyasını əks etdirməlidir. Təxmin edirdim ki, yaradıcı insanlarla söhbət belə şaxələnəcək. Onsuz da ana Ümid dilindən, eləyək ki, Azərbaycan darıxmırsınız. dilindən yox, bir qədər mövzularda yenilik gətirmək istirdik. Əslində yaxşı bir fürsət oldu. Ona görə çox uzatmadan sözü gəldiyiniz üçün sizə təşəkkür etmək istəyirik. Çox sağ olun. Çox sağ olun. İmran, bugün qonağın yükünü aldın, biraz da sən danışdın. Yaxşı, ürəyim Sənə də boşaldı. təşəkkür ederim. Çox sağ olun. Sağ olun, dəvət üçün təşəkkür Çox edirəm. sağ olun, təşəkkür edirəm.